vaxtınız xeyir xanımlar. Deməli, sizə söz vermişdim ki, üst formanın sıfırdan videosunu paylaşacağım və budur. İlk öncə qızlar, gördüyünüz kimi aparatla manikür etmişəm. Daha sonra keçirəm primerə. Primeri dırnağın səthinə çəkirəm. Stres zonasından və 10-15 saniyə müddətində qurumağını gözləyirəm. Tam quruyandan sonra bazaya keçirəm. Bazanı gördüyünüz kimi gel kist ilə çəkirəm. Çünki çox vaxt bazanın kistləri şotkası qalın olduğundan barmağın, belə deyək, kutikulanın diblərinə daşdırır. Onun üçün mən gel kist ilə çəkdim. Və tam çəkəndən sonra göndərirəm bazanı 60 saniyə aparatda qurutmağa. Qeyd edim ki, bazanı bütöv dırnaq səthinə vurmağa çalışın. Daha sonra keçirəm qəlibləri seçməyə üst formanın. Qeyd edim ki, burada işlətdiyim üst formanın tipsi Camilla firmasına aiddir. Gördüyünüz kimi üst formanı qoyduqda baxın barmaqla tipsin arasında boşluq yaranır. Hansı ki sizdə bu uçmağa səbəb olur. Və qeyd edim ki, qızlar, üst formanı seçdiyiniz halda barmağa bir ölçü həmişə böyük götürün ki, sizdə qıraq hissələrdə qırılmalar baş verməsin. Burada gördüyünüz boşluğu isə mən stop şəklində geri qoyuram. Baxın bu ucdan hardan ki bizdə qalxma baş verirdi, boşluq yaranmışdı. Həmin hissəyə topuz kimi bir stop qoyuruq. Nə çox gel qoymaq olmaz, nə də az qoymayın ki, tipsi tam otursun. Və həmin stopu 3-5 saniyə müddətində aparatla quruduram. Mən üst formanın əl lampasından istifadə etdim. Bu gördüyünüz əl lampasını bütün salon mallarından əldə edə bilərsiniz. Qiyməti isə 3-4 manat civarındadır. Bu mənim üçün daha rahat idi. Əllə qurutdum bu versiyanı. Daha sonra qızlar üst formamı götürdüm. Artıq stop olduğundan baxın tipsi daha rahat oturur dırnağın üstünə və məndə burada qalxma baş verməyəcək. Deməli, keçdik. Burada artıq tipsimizi ölçdük və artıq gerimizi yerləşdirməyə keçirik tipsinin üzərinə. Və xanım bizdən qısa bir kvadrat istəmişdi. İlk öncə tipsinin içinə ölçüsünü uzunluğunda şirə kimi gel çəkirik. 5-10 saniyə müddətində quruduruq. Daha sonra burada izah etmək istədiyim odur ki, tələbələrin çoxsunda, ustaların çoxsunda qıraq hissədən qırılmalar baş verir. Əgər sizdə də qıraq hissələrdə qırılmalar baş verirsə, əziz xanımlar, o zaman baxın mənim etdiyim kimi qıraq hissələrindən geri qoyub öncədən qurudun. Bu halda sizdə qıraq hissələrdən qırılma qətiyyən baş verməyəcək. Bunun qurutma müddəti də 5-10 saniyə müddətindədir və gördüyünüz kimi mən yenə də əl lampası ilə qurutdum. Bu mənə yenə də deyirəm praktik və çox rahat gəlir. 5-10 saniyə müddətində kifayətdir bunun qurudub saxlaması. Daha sonra gerimi yerləşdirirəm tipsinin içinə. Qeyd edim ki, geri yerləşdirdiyiniz müddətdə qəti sürətdə geri tipsinin içinə sıxmayın. Əks halda qıraq hissələrdən daşırmağa başlayacaqsınız. Nə qədər çox qoymuş olsanız tipsinin içinə gelib bir o qədər də qıraq hissələrdən axacaq sizdən, daşacaq gellər. Geri yerləşdirirsiniz tipsinin içinə və artıq səliqəyə salırıq. Gördüyünüz kimi nazik kistimizlə hər tərəfdə eyni bərabər gel olmalıdır və belə deyək, kutikulaya, luna bölgəsində olan hissədə gördüyünüz kimi çox az şəkildə gel olmalıdır ki, siz basdıqda dib hissədən gel axmasın. Kutikulanı geri çəkirəm və bu şəkildə tipsimi kutikulanın altından yerləşdirirəm və qurutmağa başlayıram. Qurutduğum halda qızlar 5-10 saniyə müddətində yalnız dib hissəsini quruduram. Stres zonasına üst formanın lampasını qurutmaq olmaz. Barmağımla göstərdiyim hissədə qurutmaq olmaz. Yalnız dib hissəsini qurudursunuz. Kutikulanın dibini qurudursunuz. Və
Niyə orta hissəsini qurutmayacağımızı indi izah edəcəm. Altı çevirdikdə, əgər stres zonasından qurutmuş olsanız, baxın bu alt hissəsində sizin gelləriniz quruyacaq və siz artıq düzəliş edə bilməyəcəksiniz. Əgər hər hansısa bir yerdə axıntı varsa, ki baxın burada qıraq hissədən biraz bizdə axıb, həmin hissəni çubuqla götürürük və oradaca 5-10 saniyə quruduruq. Daha sonra lampaya göndəririk ki, lampaya gedənə qədər qıraq hissələrdən axma baş verməsin. Lampaya getdikdə isə qızlar 60 saniyə alt hissəsi, 60 saniyə üst hissəsi quruyur və budur nəticəmiz. Gördüyünüz kimi nə dibləri axmayıb, dib hissəsi çox səliqəli şəkildə çıxıb. Sadəcə bizə burada nə qalır? Qıraq hissələrini pilkalamaq, ucunu pilkalamaq və gördüyünüz kimi alt hissəsi də çox səliqəli qalıb. Kukuruzla təmizləməyə artıq ehtiyac yoxdur. Əgər bəyəndinizsə bu texnikamızı, rəy bölməmizdə öz fikirlərinizi qeyd edə bilərsiniz. Qeyd edim ki, qızlar, üst formada qaynağın üzərinə pilka vurulmur. Sadəcə sərt bir bafla üstünü baflayırsınız və yekunlaşdırırsınız işinizi. Necədir? Bəyəndiniz qızlar? Əgər bəyəndinizsə, rəy bölmənizdə qeyd edirsiniz və biz sizə daha maarifləndirici videolarımızı paylaşırıq.